Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Bugün sizlər üçün paylaşdığım məsələləri sizlər üçün ayrı-ayrılıqda izah edəcəm. Deyir, ailənin aylıq gəliri 1200 manatdır. Ailə bu gəlirin 30%-ni qidaya. Yəni 1200-ün 30%-ni tapırsınız. 1200 vurursunuz 30-a. 1200-ün 30%-i 1200 vurursunuz 30-a, bölürsünüz 100-ə. Bu da düşür 360 manat. Aha. Sonra deyir ki, qidaya 15%-ni kommunala. 1200-ün 15-ini də tapırsınız. 1200-ün 15%-ni tapırsınız müəllimlər. 1200 vurursunuz 15-ə, bölürsünüz 100-ə. Bu da düşür harasa 180 manat. 10%-ni də nəqliyyata. Deməli 1200-ün də 10%-ni tapırsınız. Ona vurub 100-ə bölürsünüz. Bu da hardasa düşür müəllimlər 1 dəqiqə 120 manat. Sonra deyir ki, digər xərclər üçün 40 manat ayrılıb. Burada da bir dənə 40 manat, 400 manatı üzr istəyirəm. Bunların 4-ünü də toplayırsınız. Toplayaq görək. 1060 manat. Aha. 1060 manat aylıq bu qədər. Deməli, nə yorulub? Xərc olub nə ailənin. Nə qədər qənaət eləyəcək deyərlər. 1200 manat pulu varsa ailənin. 1200-dən çıxacaq 1060-ı. Qalacaq nə qədər? 140 manat. Deməli, aylıq olaraq bu ailə 140 manat pulundan qənaət eləyəcək. Qənaətə 140 manatı gedəcək bu ailənin. Yaxşı mı? İndi keçək müəllimlər digər... Oy, bunu niyə yazdım? Digər məsələmizə keçək. İkinci məsələmizdə deyir ki, ailənin aylıq planlaşdırılmış xərcləri, xərc baxın 1500 manatdır. Atanın maaşı 800 manatdır. Ananın da maaşı 600 manatdır. Bunları toplayırıq, eləyir nə qədər? 1400 manat. Bu ailənin büdcə vəziyyəti haqqında hansı fikirdir? 1500-dən də bu 1400-ü çıxırıq, qalır 100 manat. İndi baxaq görək, bizdə bu. 1500 nə idi? Xərc idi, görürsünüz. Deməli, neyniyəcək? Gəliri 1400 manatdır, xərci 1500-dür. 100 manat bu büdcədən kəsir yaranacaq. Deməli, gəlir qənaət yox, ay müəllimlər, qənaət yazan müəllimlər də var. Kəsir yaranacaq, kəsir. Üçüncü məsələmizə baxaq. Üçüncü məsələmizdə deyir ki, ailənin büdcəsinin ümumi məbləği 2000 manatdır. Yəni, bu ailə ayda 2000 manat pul qazanır. Büdcə 2000 manatdır. Xərclərinin 5%-i gözlənilməz xərclər üçün ehtiyat saxlanılır. 5%-ni ehtiyata saxlayırlar gözlənilməz xərclər üçün. Yəni, belə də hər bir kəs özü üçün 5% hardasa bir 5-10 manat kənara atır da. Bu ailə də bu 2000 manatın 5%-ni atır nəyə? Gözlənilməz xərc üçün. Yəni, hansısa bir hadisə baş verən onun üçün. Tapanda düşür 100 manat. Deməli, bu ailə 2000 manatın ayda 100 manatını gözlənilməz xərclər üçün. Yəni, əgər sizdən soruşaq ki, eləsə onu soruşur, ehtiyat üçün ayrılan məbləğ nə qədərdir? 100 manat. Yox desəydi ki, bu ailənin gözlənilməz xərcdən başqa əlavə nə qədər xərci qalır? Onda 1900, 2000 manatdan 100-ü çıxırdıq. Amma bizdən bu ehtiyat pulu, yəni gözlənilməz xərc üçün ayrılan pulu soruşursa, bu nə qədər olacaq? 100 manat. 100 manat olacaq ki, doğru cavabımız B variantı olmuş olacaq. Baxaq digər sualımıza. Aha, 5-ci sual, 4-cü sualımızda bir dənə rəqəm səhv olmuşdum, arxaya itirmişik, indi baxacağıq. 5-də deyir ki, ailənin kommunal xərcləri qış aylarında yay aylarına nisbətən 40% artır. Yəni, qışda 40% daha çox olur. Yayda bu ailə 60 manat kommunal pul ödəyir. Qış aylarında ailə büdcəsinin kommunal ödənişləri üçün nə qədər pul ayırmalıdır? Baxaq. Yayda 60 manatdırsa, biz bu 60-ı vurmalıyıq 40-a, 60-ın 40%-ni tapmalıyıq. Çünki deyirik ki, 40% artır. Eləyəcək nə qədər? 24. Bunu tapandan sonra o 60-ın üstünə 24-ü təkrarən gələcəyik. Bilirsiniz niyə? Artım var ona görə. Çünki 60 manat yayda, deməli, yayda kindən 24 manat çox xərcləyir bu ailə kommunal xərcə. O qədər nə qədər eləyir? 84 manat. İndi burada cavablara baxıram. A variantı 24 manat götürənlər var. Tapıb promoy. 5 nəfər 24 manat götürüb. Bir nəfər də 100 manatı necə tapıb bilmirəm. 5 nəfər müəllimə 24 manatı tapıb. Eyni ilə miqdə elənən məsələ kimi səhvə yol vermişsiniz. Müəllimlər 60-ın 40%-ni tapmışsınız. Çox gözəl. 24 manat tapmışsınız. Bu 24 manat müəllimlər
Qışdakindən çox xərclənən puldur. Axı bizdən demir ki, qış aylarında ailə büdcəsinin kommunal xərcləri üçün nə qədər pul ayırıb. Kommunal xərclərinə o 60 üstə 24-ü gəlməlisiniz ki, kommunal xərcin pulunu tapasınız. Demirək ki, nə qədər neçə manat çox xərcləyib. Neçə manat çox desəydi, o qədər 24 götürərdi. Amma onu demir. İndi 6-ya baxağın. Usta 5 laylı faner hazırlamaq istəyir. 5 dənə laylı faner var. Bu məsələlərə diqqətli eləyin, çünki o birisi məsələdə də səhvlik elədiniz. Baxıram, 13 nəfər B variantı yazıb. 31 nəfər də C variantı yazıb. Mən deyirəm ki, indi baxaq. Məsələnin həllimizə baxaq. Usta 5 laylı faner hazırlamaq istəyib. Baxın, 5 laylı fanerdirsə, hər 2 laya bir yapışqan düşür da, düzdürmü? Hər 2 laya bir yapışqan düşür. Deməli, burada 5 lay, faner 5 laydırsa, yapışqan 4 laydır. 4 qatdır. Bunu yadda saxlayın. Hər zaman yadda saxlayın ki, 2 laya bir yapışqan düşdüyü üçün unutmayın. Bax, şupon 5 laylı faner hazırlamaq istəyirsə, hər laylara, şuponun layları 5'dir da, düzdürmü? Hər şuponun sayı 5 dənədir. Hər şupona 2 dənə şupona bir qat yapışqan düşəcək. Deməli, şuponumuz 5 dənədirsə, yapışqanımız 4 dənə olacaq. Deməli, hər şupon layının qalınlığı 1,5-dir. Deməli, 5 dənədirsə, 5-i vırırıq 1,5-ə. Birinci tapaq bunun şuponların cəmini. 7,5 eləyir. Cəmi şuponların 7,5-dir. Sonra, deməli, 4'ü də 0,1'ə vırıq. Çünki deyək ki, hər yapışqan qatının qalınlığı da 0,1'dir. 4'ü də vırırıq 0,1'ə. Bu da eləyir nə? Dəqiq. 4'ü də vırırıq 0,1'ə. 0,4 də yapışqanın qatıdır. Düzdürmü? Hazır fanerin ümumi qalınlığını tapmalıyıq. Biz 7,5 şuponun qalınlığını tapmışıq. 0,4 də yapışqanın qalınlığını tapmışıq. Deməli, bunları toplayanda nə qədər eləyəcək? 7,9. Doğru cavab B variantıdır. Müəllimlər, B variantıdır. O C variantı 8 milli tapanlar nə tapıblar bilmirəm daimən. Aha, 7-ci məsələmizə baxırıq. Usta qalınlığı 200 milli olan bir tiri hər birindən 45 milli olan taxtalara doğramalıdır. Bax, qalınlığı 200 millidir tirin. Bura diqqətli olun. Tirin öz qalınlığı 200 millidir. Bir dənə tirin qalınlığı 200 millidir. Hər birinin qalınlığı 45 milli olan taxtalara doğrayır. Deməli, əgər bir taxta üçün məsafəni tapanda, bir taxta üçün məsafə deyirik, mişar yerinin eni də 5 millidir. Biz mişar yerin elini də tapmalıyıq. Deməli, onda 45 ilə 5'i toplamalıyıq. Eləyəcək nə qədər? 50. Yəni, bir taxta üçün məsafəni tapacaq. Bir taxta üçün məsafə 45 milli qalınlıqda olan taxtadırsa, 5 milli də yarıqdır. Eləyir 50. Biri üçün 50'dir. Deməli, 200'ü də böləcəyik 50'yə. Neçə eləyəcək? 4. Deməli, 4 dənə B variantı taxtadan istifadə olunub burada. 4 dənə maksimum taxta çıxıb buradan. Baxım görüm, kimlər yazıb? 40 nəfər 4 ədəd yazıb, 3 nəfər də 5 ədəd yazıb. Yazmayan müəllimlər də yəqin ki, özləri, yenə də dediyim kimi, çox bildikləri üçün ehtiyac bilməyiblər. Yəqin ki, məsələ düşəndə onlar boş buraxacaqlar, düşünürəm. Nə bilim, valla nə deyim, özünüz bilərsiniz. Mən təzədən bu məsələlərə atmayacağım. Bir dəfə atılır məsələ. 8. Pəstahın ilkin ölçüsü 50 millidir. Bax, pəstahın ilkin ölçüsü 50 millidir. Şerxeybel ilə hər gedişdə 2 milli. Bax, şerxeybellə 2. Rəndə ilə 0,5. Müəllimlər, yadda saxlayırdıq ki, səthlərin ilkin kobud yonulmasını nə ilə həyata keçirdirdik? Şerxeybellə. Son təmizləmə nə ilə həyata keçirdik? Rəndə ilə son hamarlama idi. Görürsünüz, şerxeybellə qalın təbəqə götürüb, rəndə ilə daha kiçik təbəqə götürüb, düzdürmü? Usta 2 dəfə şerxeybellə eləyibsə, 2-ni vurub 2 4 eləyir. 2 dəfə də rəndə ilə, bu da eləyib 1. Detalın son qalınlığı nə qədər olub? Aha, bu 4 ilə 1'i toplayacaq. Ümumilikdə şerxeybellə rəddədə nə qədər olub? 5 milli. Bunu tapdıq deyib 5 millidir. O ilkin ölçüsü 50'dir axı. 50'dən də 5'i çıxacağıq, qalacaq 45. Deməli, apardıqdan sonra detalın son qalınlığı nə qədər olar? 45. A variantı. Keçək digər məsələmizə. 9.
9-cu məsələmizdə deyir ki, bir şagird 10 dəqiqəyə 2 dənə deşik vurğulayır. 10 dəqiqədə ikisini aparırsa, 1 saatda nə qədər eləyər? 1 saatımız neçə dəqiqədir? 60 dəqiqə. 60-ı bölürük ona, 6 düşür. 10 dəqiqədə 2-dirsə, 6-ını da vururuq 2 eləyir 12. Deməli, neçə dənə deşik aça bilər 1 saatda? 12 dənə fasiləsiz olaraq deşik aça bilər şagird 1 saatda. Bunu 0,1 başa düşən müəllimlər görmürsünüzmü? Aralıqda məsafə var. 10. Ailənin aylıq gəliri 1000 manatdır. Aylıq gəlir olaraq 1000 manatdır. 5də 1 hissəsini uşağının təhsilinə, 1000-in 5də 1-in təhsilə ayırıb. Düzdürmü? Deməli, 1000-i vururuq 5də 1-ə. Nə qədər düşəcək? 200 manat. 200 manat təhsilə gedib. Qalan pulun yarısı isə ərzağa xərcləyir. Qalan pulun yarısı. Bu 1000 manatdan qalan pulu deyir ha bizdən. 200-ün çıxırıq, qalan pulu tapırıq. Eləyir 800. Qalan pul 800 manatdır. O 800-in yarısını da deyir ərzağa xərcləyib. O 800-ün də yarısını tapmalıyıq. Yarısını tapmaq üçün böləcəyik 2-yə. Eləyəcək 400. 400 manat da ərzağa xərcləyib. Ərzaq xərcindən sonra ailənin nə qədər pulu qalar? Ərzaq xərcindən sonra ailənin nə qədər pulu qalacaq? Deməli, ərzaq xərcindən sonra ailənin 400 manat pulu qalacaq. B variantı. Demək, müəllimlər, digər məsələyə keçirik. 11-ci məsələ. 11-ci məsələ, müəllimlər. Usta qalınlığı 12,3 milli olan faner hazırlamaq istəyir. Qalınlığı 12,3 milli olan faner hazırlamaq istəyir. Çox müəllimələr burada səhvə yol veriblər. Deməli, 12,3 qalınlığı hansı ki faner hazırlamaq istəyirlər. O 1,5 milli qalınlıqda olan şiponlardan istifadə edir. Yenə də deyirəm, hər iki qata bir qat yapışqan düşəcək. Düzdürmü? Birinci qat, bir qat şiponu tapaq onda. 1,5-dirsə, bir dəqiqə. Bu niyə belə oldu? 1,5-dirsə, deməli, üstünə 0,5 yapışqanı gələcək. Eləyəcək 1,8. Bu bir qat bizim şiponumuz hazırdır. Üzr istəyirəm. Bir qat şiponumuz hazırdır. La şiponumuz bir qatımız hazırdır. Sonra nə edəcəyik müəllimlər? Nə edəcəyik? Bizdə verib 12,3-ü. Düzdürmü? 12,3-ü. O 12,3-dən 1,5-i çıxacağıq. Qalacaq. Niyə çıxacağıq? Axı biz birini çıxartdıq ona görə. Birini çıxartmışıq. Bir qat şiponu çıxartmışıq. 10,8 qalacaq. O 10,8-i də bir qatı, axı bir lay şiponu tapmışdıq. Onu çıxdıq. Sonra onu böləcəyik həmin o qata. Niyə böləcəyik müəllimlər? Sayı tapmaq üçün. Düşəcək nə qədər? 6 dənə. 6 düşəcək burada. Cavab 6 alacağıq. Bir qat da burada var idi axı. Onu da toplayanda eləyəcək 7. İndi bir dəfə başa düşməyən müəllimlər üçün təkrar bir daha izah edirəm. Müəllimlər, niyə orada 12,3-dən 1,5? Biz bir qat şiponu tapdıq. Bir qatımızın qalınlığı olub deməli üzr istəyirəm, 1,5 qalınlıqda olan şiponlardan istifadə edib. Yapışqanla birlikdə bir qata sürüb 1,8 milli. Yapışqanla birlikdə bir laya. Bunu tapdıq. Ona görə də o birinci ümumi qalınlıqdan onu çıxmalıyıq ki, yerdə qalanı tapaq. Onu tapdıq, onu böləcəyik o bir qata, bir qat yapışqanla olana. Düşəcək sayı 6. Axı birini də tapmışdıq əvvəlcədən 7 lay. Deməli doğru cavab nə olacaq? 7 lay. Kim başa düşmürsə, çətinlik çəkirsə, rəqəmləri dəyişib həlləsin. 12. Deyir usta, pəstağın üzərində bir-birindən 40 milli məsafədə olan 5 dənə deşik açır. Bax, deməli 1, 2, 3, 4, 5 dənə deşik açmışsınız. Təsəvvür edin. Birinci deməli 40 millidir. Burada 40'dır, burada 40'dır, burada 40'dır, burada 40'dır. Aha. Birinci deşiklə sonuncu deşiyin arasındakı məsafəni. 4 dənə 40 var da. 4'ü vuracaqsınız 40'a neçə eləyəcək? 160. Deməli 160 millidir. B variantı. A variantı tapanlar nə tapmışsınız orada siz, mən bilmirəm. Növbəti sualımıza keçək. Buradakı sualı, 4-cü sual demişdim sizə ki, rəqəm səhv olmuşdu. İndi mən onu sizə izah eləyəcəm. Baxın bu sualdır. Ailə il ərzində hər ay büdcəsindən 80 manat qənaət edir. Qənaəti bu ailənin 80 manatdır. Bunu qoyaq kənara. İlin sonunda ailə bu pulla 900 manatlıq soyuducu almaq istəyir. Bir ildə neçə ay var? 12 ay.
12-ni vururuq 900-ə. 80 900-ə nə idi? 80-a belə çaşdım özümdə. 80-a vururuq. Eləyir 960. Çünki bir ayda 80 manat qənaət eləyirsə, 12 ayda 960 manat, bir ildə 960 manat pul yığacaq. 900 manatlıq soyuducu almaq istəyir də. O 900 ondan çıxanda yerdə qalır 60 manat. Deməli ailənin planında nə qalacaq? 60 manat pulu artıq qalacaq ailənin. Deməli doğru cavab nə olacaq? B variantı.